Bugün 6 aprel 2025-ci il tarixində əvvəlki illərin məzunları üçün keçirilmiş buraxılış imtahanına düşən ingilis dili suallarına baxırıq. Dinləmə suallarının izahını mən ayrıca bir videoda verəcəm. İndi isə başlayırıq qrammatika sualları ilə. 7-ci sualda düzgün nida cümləsini soruşur. What intelligent students they are. Bu cümlədə mən bir yanlışlıq görmürəm. Doğru cavabımız A bəndi. B-də what intelligent the students are. Burada what yox, how olmalıydı. How intelligent. How-la başlayan nida cümlələrimizin quruluşunu yadımıza salaq. How üstəgəl sifət və ya zərf, üstəgəl mübtada, üstəgəl xəbər. Yəni burada how olmalıydı. Sonra C-də how intelligent the students are they olmamalıdır. Çünki nida cümləsinin sonunda mübtada, üstəgəl xəbər gəlir. Burada da eyni qaydada they are olmalıydı. Sonra what an intelligent student. Student sözü cəmdə olduğu üçün an article-dan istifadə edə bilmərik. Doğru cavabımız A bəndi. 8-də I want to know the truth. Mən həqiqəti bilmək istəyirəm. Sən mənə yalan danışmamalısan. Demək ki, inkarda olmalıdır. Baxırıq ki, bu variantlar inkardadır. Sonra have to-nun sual və inkarı do-la düzəldiyi üçün don't have to olmalıdır. Biri çıxdıq. Aren't able to olmalıdır. Bu to-la qarışdırmayın. Burada lie-in qarşısında da to olmalıydı. Aren't able to lie to me. 2-də çıxdıq. Mustn't və shouldn't bunlardan sonra verir ki, to gəlməz. 3-4 doğru cavabımız Y variantı. Sonra those flowers look. Look bilirik ki, bizim müəyyən feillərimiz var idi ki, həmin feillər zərflə deyil, sifətlə işlənir. İndi baxırıq ki, variantlarda sifət verilib. Burada dən görürük. Dən müqayisə dərəcəsinin göstəricisidir. Ona görə üstünlüyü çıxıram. Bu da üstünlüydür, bu da üstünlüydür. Bu adi dərəcədə çıxdım. Bir dənə qaldı müqayisə dərəcəsi. D bəndi. Sonra 10-da düzgün deməli choose the pair of nouns in the singular. Təkdə olan isimlər cərgəsini istəyir. Burada cars cəmlədir, burada fit sözü cəmlədir, burada days, months cəmlədir. Doğru cavabımız oldu Y variantı. Sonra climate təkdə olduğu üçün tək olan variantı seçirəm. Is, were, are, bunlar hamısı cəmdədir. Sonra düzgün cümlə qurmalıyıq. Was it snowing? Burada belə qura bilərik ki, it was snowing when the guests arrived. Yəni qonaqlar gələndə qar yağırdı. Baxaq. Və ya belə ola bilər ki, when the guests arrived, it was snowing. Yəni 3 ilə başlayaq. It was, sonra 4 nədir? Snowing, arrived, arrived olmur, beyni çıxdıq. Onda when ilə başlayaq. 2 ilə. When, 2, sonra 6. When the guests arrived, snowing, bu da uyğun gəlmir. Onda nə olur? 3 ilə başlayan bu da var. Onda D-yə baxaq. It, sonra was snowing when the guests arrived. Doğru cavabımız oldu D variantı. Sonra you should stay at home, you are ill. Evdə qalmalısan, xəstəsən. Çünki xəstəsən olacaq because. Çünki xəstəsən. Though, although bilirik ki, eyni şeydir, eyni mənanı verir. Elə variantlarda görəndə ikisində çıxmalıydı. Çünki eyni şeydir. Sən evdə qalmalısan və sən xəstəsən, uyğun gəlmir. Sən evdə qalmalısan və ya sən xəstəsən, bu da uyğun gəlmir. My sister wanted me to. Want-dan sonra bu complex object mövzusuna aid bir sualdır. Want 3-cü kateqoriya feilimiz olduğu üçün ondan sonra gələn feilin qarşısında to işlənməlidir. To da bir dənə Y bəndində işlənib. My sister wanted me to cook the meal quickly. Sonra the museum is far our office. If you go there, bu go on foot ifadəsini yəni ki bilirsiniz. Bu ifadəni əzbərdən bilməliydiniz. Ayaqla piyada getmək olur go on foot. Ona görə digər variantları çıxırıq. Sonra far from, bu da ayrıca bir ifadədir. Bir yerdən uzaq olmaq. The museum is far from our office. Deyir ki, muzey bizim ofisimizdən uzaqda yerləşir. Doğru cavabımız D bəndi.
Əgər ayaqla getsən ora, onda yarım saat vaxtı alacaq. Doğru cavabımız D variantı. My family a barbecue yesterday. Yesterday keçmiş zamandır. Keçmiş sadə zamanın göstəricisidir. Ona görə doğru cavabımız olur A bəndi. To have a barbecue, kabab yemək mənasında işlənir. İndiki zamanlar çıxdı. Bu da indiki zamandır. Bu da indiki bitmiş zamandır. İndiki bitmiş zaman bilir ki, keçmiş sadə zamanın zaman göstəriciləri işlənmir. Sonra, he gave me a phone number and I gave him phone number isimdir, düzdürmü? Bunun qarşısında biz yəli əvəzliyi işlədəcəyik, amma yəli əvəzliyinin müstəqil formasını işlədə bilmərik. Bunlar yours, hers, bunlar müstəqil formadır. Bu da hers. Bu da çıxdı, qaldı C yoxsa D. And I gave him. Burada isə görürsünüz ki, isim yoxdur. Deməli, burada müstəqil forması işlənməlidir. Yəli əvəzliyinin müstəqil forması olmalıdır. O da mine sözüdür. Doğru cavabımız D bəndi. He gave me his phone number and I gave him mine. O mənə öz telefon nömrəsini verdi, mən də ona özümkünü verdim. Sonra, the teacher asked us questions cəmdə olan isimdir. Many işlənir, few işlənir. 1-4 C bəndi. Much və a little'dan sonra sayıla bilməyən isim işlənməlidir. Sonra gəldik 19-a. We usually go by train. Burada bilirsiniz ki, by ilə olan ifadələrdə heç bir artikel işlənmir. By train, by plane, by car və s. Ona görə burada artikel olmayacaq. Bir dənə variant qalır B bəndi. But today we are taking the bus. Bus da nədir? Sayıla bilən tək isimdir. Ona görə qarşısında mütləq artikel işlənməlidir. E oldu ya D oldu fərq etməz. Mütləq artikel işlənməlidir. Sonra 20-də. Found you last night. Deməli, deyir ki, sənə zəng edib keçən gecə. Düzdürmü? Avtomatik olaraq mənim ağlıma gələn budur ki, kim zəng edib? Who olacaq. Who phoned you. Çünki cümləmizin mübtədası yoxdur axı. Mübtədası olmalıdır. Kimə zəng edib desəm əgər whom, onda kim zəng edib, yəni mübtəda bəlli olmayacaq. Who'dan sonra bir iki birbaşa olaraq isim gəlməlidir. How bir də why. Necə, niyə? Bunlar da olanda cümlənin mübtədası olmalıdır. Cümlənin mübtədası yoxdur, ona görə mübtədaya sual verməliyik. Mübtədanın sualları nədir? Who və ya what'dır. Ona görə Y bəndi olur. They picked up bananas in the forest. Məchul növə çevirməliyik. Picked up nədir? Keçmiş sadə zamandır. Keçmiş sadə zaman məchul növü was, were, üstəgə participle to-dan düzəlir. Will gələcək zamanda A-nız çıxdıq. Bu are indiki zamanda çıxdıq. Have bu bitmiş zaman göstəricisidir. In yenə bitmiş zamanda çıxdıq. Olmalıdır keçmiş sadə zaman. Onlar meşədən banan yığdılar. Bananlar meşədə yığıldı. Elə. Sonra düzgün sinonimlər cütünü soruşur. Early, late, erkən, gec. Bunlar antonimdir. Dangerous, harmless. Təhlükəli, deməli, zərərsiz, təhlükəli, zərərsiz. Bunlar da antonimdir. Anxious, worried, doğru cavabımız C bəndidir. İkisi də narahat deməkdir. Sinonimdir. Sadə, çətin, antonimdir. Sonra kobud, nəzakətli, bunlar da antonimdir. Doğru cavabımız oldu C variantı. Listening və reading suallarının izahını digər videolarda verəcəm. İzlədiyiniz üçün təşəkkürlər.